bugün həm də şad günümüzdür ki, İmam Həsən əleyhissalamın mövlud günüdür. Əhl-i Beytin kərimidir İmam Həsən əleyhissalam. İmam Həsən əleyhissalam İmam Hüseynin də imamıdır, yaddan çıxartmayın. Mədinədə bir adam gəlib qonaq qalanda onun qapısını göstərərdilər ki, ged orada gecə-gündüz insanları qarşılayırlar. Hamısı onun süfrəsindəydi. İmam Hüseynin qapısına gələndə də birinə bir yaxşılıq edirdi, amma get qardaşımın. Qardaşımın, əsas odur. Və yaxud da əvvəl ora göndərir, sonra özü ondan az verirdi ki, odur. Onunla ayaqlaşmaq olmaz. Və onun, hər il mən bunu danışmışam, bir nəfər görür ki, çox qəribə də heybəti vardı İmam Həsən əleyhissalamın. Nuraniyyət, hamısında var imamların. İmam Həsən də özünə məxsus, hərəsinin bir özünə məxsus cəhəti vardı. Görür, çox izzətli, vüqarlı bir kişidir, şəxsdir. Deyir, bu kimdir belə? Bir kişi deyir. Deyirlər ki, bu Həsən ibn Əlidir. Əlinin oğlu Həsən. Deyir, hə, Əlinin oğludur. Nə yaxşı fürsət düşüb. Neçə il ürəyimdə söyüşlərim var. Söymək istəyirəm onlara. Qoy gedim ürəyimi boşaldım. Deyir, gəlir, dayanır İmam Həsənin qarşısında. Deyir özü ki, nə demək mümkündür dedim özünə və atasına. Deyir, mənə dinlədi. Dedi, deyəsən bu şəhərdə qəribsən. Təəccübləndim. Deyəsən Şamdan gəlmisən. Dedim, hə. Dedi, hə, Şamlılarda olur bizə belə münasibət. Qəribsənsə burada qalmağa yerin yoxdur. Bəs mənim evim sənin qulluğundadır. Mənim evim sənin xidmətindədir. Deyir, mən mat-məəddəl baxıram. Mat-məəddəl ki, ay Allah, bu kimdir? Bu nə hadisədir bu? Əlimdən tutdu, deyir, apardı evinə, qonaq qaldım neçə müddət. Axırda deyir, məni izzətlə, hörmətlə yola saldı. Xəcalətdən deyir, yer ayrılsaydı yerə girərdim. Öz-özümə deyirəm ki, Allah yaxşı bilir. Risaləti hansı qapıda qərar verir, kimləri seçir. Allah kimi seçdiyini yaxşı bilir. Mən də İmam Həsənə bu bayram günündə müraciət edirəm ki, ağa, biz sizi təhqir eləməmişik. Biz günahkar olmuşuq, amma heç zaman sənin özün və atalarının ünvanına nəuzubillah xoş olmayan söz deməmişik. Həmişə sizə aşiq olmuşuq. O səni söyən, təhqir eləyən adamı ilə qarşıladınsa, biz ki sizi sevmişik, günahkar da olsaq. Odur ki, bugün sənin kərəm süfrəvə göz dikmişik. Bugün istəyirik ki, dua eləyəsən, lütf eləyəsən, biz də seçilmişlərdən olaq, xüsusi bəndələrdən olaq. İlahi verdiyin nemətin qədrini bilməyə, nemətlərin qədrini bilməyə bizi müvəffəq elə. Qədir gecəsi yaxınlaşır, biz o gecənin feyzindən, bərəkətindən, rəhmətindən binəsib eləmə. Ramazan ayının qalan günlərinin, saatlarının, hər anının feyzindən bizi binəsib eləmə.